Mən Leyla Quliyeva 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi, mama ginekoloq kimi çalışıram. Günüm xəstələrimi qəbul etməkdən başlayır. Həm hamilə xanımlar, həm də digər ginekoloji problemlərlə müraciət edən qadınlar. Hər pasiyent fərqlidir və mən çalışıram ki, hamı burada rahat və özünü güvəndə hiss etsin. Hamiləlik qadının həyatında ən həssas və özəl dövrlərdən biridir. Hər müayinə və məsləhət ana və körpə sağlamlığı üçün önəmlidir. Qadın sağlamlığı yalnız hamiləlik deyil, doğum planlaması, profilaktik müayinələr və diqqətli yanaşma. Bəzən sadəcə danışmaq kifayət edir, bəzən isə diqqətli müayinə. Çünki hər hamiləlik fərqlidir və hər ananın hekayəsi özəldir. Günün sonunda bilirəm ki, əgər pasiyentlərin buradan rahat şəkildə ayrılıblarsa, deməli günüm uğurlu keçib. Sağlam qadın, sağlam ailə, sağlam gələcək deməkdir.